Dərs, dərs 3 operatorlar mövzusu. Operatorlar imtahana e, belə deyim də iki formada, aşkar və qeyri-aşkar formada düşür. Bunu bilirik birinci sinifdən. Bilirik ki, qeyri-aşkar yola verdi, gəldiyində aşkar operatorlar. Aşkar operatorlar imtahana özü düşdüyü halda çətinlik dərəcəsinə görə orta çətin şəkildə düşür. Çünki həlli zaten bunun göz qabağındadır. Qeyri-aşkarda həlli göz qabağında değildi deyə çətinlik dərəcəsi çox da dəhşət dərəcədə çətin değildi. Amma bunların həlli göz qabağındadır deyə mümkün qədər Məlikə xala bura çətin suallar yönləndirir. Hə, çətin suallar yönləndirir, amma biz də zoru severiz. Ona görə bizim üçün heç də problem kəsb etmir. Bəli? Aha. Davam edirik. Çox da böyük problem kəsb etmir. Keçirik sual tiplərinə. Xahiş edirəm ekranı yazmayın. Əgər yazdığını silmədiyiniz təqdirdə sizə zəmanət verirəm ki, 10 saniyə sonra Zoom-un kənarında özünüzü tapacaqsınız. Davam edirəm. Deməli, nə hardadırsa onu müvafiq olaraq qoymalıyam. Və əsas qızıl qayda nədir? Operatorun sol tərəfindəki hər zaman bərabərdir operatorun sol tərəfindəkinə. Amma müvafiq olaraq. Yəni, burada üçbucaq operatorun sol tərəfindəkinə sən götürüb 6 yaza bilməzsən. Məsələ nədir? Müvafiq olaraq nədirsə onu yazmalısan sadəcə. Baxıram üçbucaq operatoruna. Üçbucaq operatorun sol tərəfində müvafiq olaraq 4-dürsə, mən sol tərəfindəki nə varsa, A yox olsun, üstü 3A, 4A nə olur olsun, mən ora 4 yazmalıyam. Yazıram bura 4. İndi digər məsələni göstərəcəm niyə. Burada yazıram 2. Bura oldu 2. 6 plus, yox 4 plus 2 bərabər 6. 6 buranın cavabıdır. Yerdən bura 6 tapmağa. 6 bura eləyir 3. Buraya yazıram 6 müvafiq olaraq. Sağ tərəfdəki B-yə mən 3 demişəm axı. 3B-də neçə eləyəcək məndə? 9. 6 üstə 9 bərabər eləyəcək 15. Deməli buranın cavabı elədir. 15 buranın cavabı 6. Məndən nə istəyir? Bu ikisinin cəmini istəyir. Cavab eləyəcək 21. Bu qədər sadə. Çox rahat, çox professional. Sonra bəzən həlləri biraz daha qarışıq formada verə bilər. Məsəl üçün necə? Baxın gəlin həll eləyək. Buradan başlayaq. 4 operator 2. 4 gəldi bura. B-yə də 2 demişəm axı. 3 2-nin neçə eləyəcək? 6. 4 üstü 6 bərabərdir 10. Bu qaldı mənim cibimdə. Bunun yerində oldu 10. İndi yazıram. 6 və 3 axtarıram. Buraya yazıram 6, buraya yazıram 3. Müvafiq olaraq sol tərəfindəki, sol tərəfindəki, sağ tərəfindəki, sağ tərəfindəkini. Bu olur 6. Burada da 2-ni 3-ə vururam, eləyir 6. 6 üstü 6 bərabər 12. Birinci sinifdən bunları bilirik zaten. Bu elədi 10, bura elədi 12. İndi mən operatorun sol tərəfində nə qiymət aldım? 10. Elə deyilmi? Sağ tərəfində nə aldım? 12. Bu şəkildə aldım. Buraya yazıram 10, buraya yazıram 12. A-nı 10 tapmamışam mı? 10'u vururam. 2 eləyir 20. Bedeli öz bedi. Çıx 12, cavab eləyir 8. Çox rahat, çox professional. Kimə aydın olmadı, səsini çıxarsın. Buyurun. Belə görəm hamıya aydın olub. Aydın olduğu təqdirdə orada reaksiya bölməsinə reaksiya göndərə bilərsiniz. O smayliklər zətlər oldu. Belə əla işarəsi zat. Oradan göndərə bilərsiniz. Əla. Deməli, davam edirik. Keçirik növbəti sual tiplərinə. Deməli, bunlar əlbəttə uşaq-uşaq suallardır. Bunları mən bir Stofin xalam oldu yasa həll eləyə bilər. Deməli, gəlir indi bu tip suallara. Bu tip suallar biraz əvəzləşdirməklə gedirlər. Baxın, 7 və 6. Buraya yazıram 7, buraya yazıram 6. Mən nə istəyir məndən? 7 və 6 operatorunun cəmi. 7 və 6 operatorunu istəyir məndən. Demə müvafiq olaraq yazdım 7 və 6. Baxıram ki, mən A-ya 7 deyirəm, B-yə də 6 deyirəmsə, mən bərabərliyin sağ tərəfindən nə A görsəm 7 yazmalıyam, nə B görsəm 6 yazmalıyam. Niyə? Çünki müvafiq olaraq yazmalıyam. Bura olur 7, bura olur 6. Deyir ki, qardaş, mənim 7 və 6 qiymətimi tapmaq üçün sən get birinci bunun qiymətini tap.
Deyir bu operatorun 7 və 6 qiymətini tap. Sonra bunu vur 2-yə. Al mənim cavabım. Yəni, Lorel isə belə deyir sual sənə. Əla. Davam edirik. 7 və 6 qiymətini tapmaq üçün də bura müvafiq olaraq 7 buraya yazıram 6. 7 ilə 6-nın cəmi də eləyir 13. Bərabər 13. 13-ü cavabda görüb sevinənlər yanlışdır. Niyə? Çünki 13 nəyin cavabıdır məndə? Bunun cavabıdır. Bunun cavabı 13-dür. 7 və 6 kvadrat operatoruna aiddir. Məndə axı 3 bucaq operatorunu istəyib məndən. 13-ü vurmalıyam 2 eləməlidir 26 B variantı. Bu qədər sadə. Amma anladı mı bunu? Möhtəşəm. Davam edirik, keçir növbəti sual tiplərinə. Növbəti sual tiplərində bunlar əslində asandılar. Bircə saniyə. Biraz daha gedək çətinlərinə baxaq. Burada bircə saniyə. Hə. Bir də sadə operatora gəlirik. Sadə operator nədir? Ulduz şərti sadə operatordur. Sadə operator həlli birbaşa olan. Yəni bir yolla həllini tapsan. Bax 32-dən birbaşa 5 ala bilirsən sən. 3-nə 2-nin cəmi eləyir 5. 32-dən 6 necə alıram mən birbaşa? 3 vur 2 bərabər eləyir 6. 5 ilə 6-nı demək birbaşa ala bilirmişəm. 32-dən bəs 16-nı mən birbaşa ala bilirəm. Hə. 2-yə bölürəm, eləyir 16. Bəs birbaşa ala bilirəm 64-ü. 32-ni 2-yə vururam, eləyir 64. Birbaşa alıram cavabı. Amma 101 almaq üçün gələ üzərinə 69 gələm. 69-un da 32 ilə yaxından uzaqdan bir əlaqəsi yoxdur. Buna görə nədir? Birbaşa həlli tapıla bilmir. Ona görə C variantı da düzgün cavabdır, D variantı da. Cavab olur Y variantı. Nəyə görə? Çünki sadə operator deyil. Üzərinə 101 gəlməliyəm. 101-in də yaxından uzaqdan bir 32 ilə əlaqəsi yoxdur. Hamı anladı bunu gənclər? Kim anlamadısa desin. Əla. Fişəngizat dağıtırlar burada. Davam edirik. Keçir növbəti suala. Hə, növbəti sual biraz daha imtahan tip sualları oxşuyur. Nəyə görə deyirəm? Çünki ən son imtahanlara belə tip suallar düşür. Bir də operatorların xüsusi tipləri var, onları da işlədikcə görəcəksiniz. Deməli, baxıram ki, 2 və 3-ü qiymət tapmalıyım. Buraya yazıram 2, buraya yazıram 3. Bu 2 və 3 qiymətini tapmaq üçün deyir, qardaş, get mən bu qiymətimi tap. Mən sol tərəfdəki A-lara nə demişəm? A-ya 2 demişəm, 3 demişəm B-yə. Buraya yazıram 2, burada yazıram nə? 6. Nəyə görə? Çünki B-yə 3 demişəm axı vaxtı ilə. Deməli deyir ki, qardaş, mənim qiymətimi tapmaq üçün get 2 operator altını tap birinci. 2 dairə altını tapmalısan. Onun üçün də təzədən qayıdıram əvvələ. Hansı ki, bura qayıdıram. Gedəm indi buraya yazıram 2, buraya yazıram 6. Deyir, qardaş, sən mənim bu qiymətimin cavabını istəyirsənsə, get birinci bu qiymətimi tap mənim. Bunu tapmaq üçün də nə edirəm? A-ya 2 demişəm. Elə deyilmi? 2 vur 2, 4. B-də qalır 6. 4 ilə 6 operator qiymətini tapmalıyam. Deyir ki, qardaş, bunu da tap, sonra gəl mənim qiymətimi taparsan. Buraya yazıram 4, buraya yazıram 6. A'ya 4 demişəmsə 3 4-ün eləyir 12. B'yə 6 demişəmsə 2 5-ində eləyir 12. 12 o da 12. Cəmi neçə eləyəcək? 24. 24 eləyəcək. 24 nəyin cavabıdır məndə? 24 4 operator 6-nın cavabıdır məndə. 4 üçbucaq 6-nın. 4 üçbucaq 6 məndə nəyə bərabərdir? 2 dairə 6-ya. Elə deyilmi? 2 dairə 6 məndə nəyə bərabərdir? 2 kvadrat 3-ə. Bu şəkildə. Elə cavab onda məndə 24-dür də. Niyə özümü öldürürəm ki? Hamı zaten bir-birinə bərabərdir. Mən birinci sinifdə bilirəm axı. Bərabərliyin sol tərəfindəki bərabərliyin sağ tərəfindəkinə bərabərdirsə, ya cümləyə bax bir dənə. Bərabərsə mən onları əvəzləşdirə bilərəm. Əla. Ümid edirəm ki, bunu da hamı başa düşdü, hə? Əla. Müəllim olar bir sual verin bəs. İkisini ver gəlsin. Bu axırıncı 2A üçbucaq B var da. 2A 3 bucaq B. Hə. Hə, o elə bir ki, orada üçbucaq B bərabər oldu axı 24-ə. 2 bəs qalanından itdi. Yox, 4 və 6 qiymətlərdir axı. Yox, orada 2A-dır axı. A'ya 2 demişəm də mən zaten. 2-ni 2-yə vuranda neçə eləyəcək? 4.
Ha, bildim. Siyahlar 12. yazı, beyazlar sayfa. Devam edirik. Baxın, imtahan əlbəttə o qədər sadə düşərmi? Əlbəttə düşməz. Bu tip sual düşür daha çox. 1 və 2 qiymətlərini tapsan. Bu da biraz diqqət tələb eləyir əslində. Deyir ki, qardaş, 1 və 2 qiyməti mənim 1 və 4 qiymətimə bərabərdir. Amma deyir mənim 1 və 4 qiymətini tap, sonra 2 çıx al mənim cavabımı. 10 deyir ha sənə. Bax, 1 və 4 qiymətini tapmaq üçün yollanıram aşağıya. Gəldi aşağı oldu 1 və 4. Deyir ki, qardaş, mənim 1 və 4 qiymətim, get bunu tap. Bura eləyir neçə? 2, bura eləyir neçə? 12. Gedək indi bunun 12, 2 və 12 qiymətini tapaq. Bura eləyir 2, bura eləyir 12. 2-ni 3-ə vursam neçə eləyir? 6. B-yi də zaten 1-ə vurmalıyam. Eləyir 12. 3 üstə, yox, 6 üstə 12 üstə 4. Neçə eləyir bizdə? 22. Razılaşdıq. 22 nəyin cavabıdır məndə bax? Bunun cavabıdır. Öyle değil mi? Aynı zamanda gel bunun cevabı eləyir 22. Niye? Çünkü bərabərdir. 22 aynı zamanda bunun da cevabıdır. Ama bir operator 2'nin cevabı, bir kvadrat 2'nin cevabı 22 değil. 22'de mən 2'nin də çıxmalıyım. Cavab eləməlidir 20. Məsələ burasındadır. Ona görə siz cavabda variantda 22'ni verir ki, promoyu çaşasan. Ha, məsələ nəymiş? Aldığım cavabdan 2'nin də çıxmalıyam ki, almalıyam 20'ni. Bu qədər sadə. Hamiyə aydın oldu? Var. Allah. Möhtəşəm. İndi gəlirik bir dənə də imtahan tip sualına. Bu tələbələrin ən problem yaşadığı sual tiplərindən biridir. Çünki digər müəllimlər bunlara nisbətən fərqli üsulla izah verirlər. Amma mən sualın əvvəlində, ümumiyyətlə mövzunun əvvəlində demişəm, operatorun sol tərəfindəkini, operatorun sol tərəfindəkinə bərabər eləməlisən. Qızıl qayda kimi bunu demişəm. Baxın, operatorun sol tərəfində mən nə görürəm? 2A kub. Nəyə bərabər eləməliyəm? 54-ə. A'ya yerine 54 yazsam kaş olar ha. 2A kub 54'e beraber. Çünkü operatorun sol tarafında ne var? 54'ü var. Burada sol tarafında ne var? 2A kub. Sol tarafındaki sol tarafındaki sağ tarafındaki sağ tarafındakine. Yazıram 2A kub beraber 54. Onda A'nın qiymətini tapmalıyam. Nə mən görək A neçədir? A kub bərabər 27 eləyir. Hər tərəfini 2-yə bölürəm. A da bərabər neçə eləyir? 3. Mən kvadrat kub cədvəlini əzbərə bilirəm axı. Bilirəm ki 3 eləyir. Bu elədir 3. Deməli mən harda A görsəm yerinə 3 yazma belə deyim, hüququna malikəm də, düzdür? Bura olur 3, bura olur 3. Sonra gedirəm digərin qiymətini tapmağa. Operatorun sağ tərəfində 3B kvadratdır. Buradakı sağ tərəfindəki qiymətində isə 48-dir. Yazıram 3B kvadrat bərabər 48. İndi baxıram. 3B 48, 3B kvadrat bərabər 48. Sonda B kvadrat bərabər neçə eləyir? 16. Elə deyil, mən hər tərəfini 3-ə bölürəm. Onda B-yə nə düşür? 4. B-nin də qiymətini 4 tapdım. 3 üstə 4, burada da 3 vur 4. 3 üstə 4 eləyir 7, 3 vur 4 eləyir 12. 7 üstü 12 də cavab eləyir 19. Bu qədər sadə. İmtahana bu şəkildə düşür əksər hallarda. Daha çox bu magistra xas olan sualdır, amma dövlət qulluğuna da çox düşür və həlli də bu şəkildədir. Nə badə siz gedəsiz imtahanda buradakı A-nın yerinə 54 yazasınız, onda aləm dəyər bir-birinə. Çünki çox tələbənin dediyi səhv budur. A-nın yerinə 54 qoyur, aləm dəyər bir-birinə. Xeyr, operatorun sol tərəfində nə görürsünüzsə sol tərəfindəkinə bərabərdir. Sağ tərəfində nə görürsünüzsə sağ tərəfindəkinə bərabərdir. Əlavə etməyə ehtiyac yoxdur. Bu qədər sadə. Hamıya aydın oldu bu? Allah. Devam edirik. Bir də bu tip suallar mərhələli həll tələb edirlər. Mərhələli necədir? Mən elə operatoru həll eləmək üçün belə deyim də iki tərəfin məlum olsa daha rahat həll eləyərəm də, elə deyilmi? Məsəl üçün siz götürüb belə deyim də 44 ilə bunu birinci həll eləməyə başlasınız, aləm dəyər bir-birinə. Niyə? Çünki iki tərəf də məlum deyil. Məsləhət olan nədir? Hər iki tərəfin məlumlarla başlamalısan.
Çünki məlumlarına daha rahatdır. Çünki bilmirsən ki, 2 operator 4-ün qiyməti nə olacaq? Bəlkə 1000 olacaq, bəlkə milyon olacaq. Bunu bilə bilməzsən. Ya da X-in qiyməti bəlkə 500-dür, 1000-dir, bilə bilməzsən axı bunu. Ona görə neysə hər iki tərəfi məlumla başlamalısan. Bizdə hər iki tərəfi məlum olan nədir? 2 və 4. Buraya yazıram 2, buraya yazıram 4. A'nın yerinə 2 yazdım, B'nin yerinə 4 yazdım. 2 üstə 4 bərabər eləyir 6, 6-nın kvadratına bərabər eləyir 36. Deməli, bu boyda həncami 36 üçün imiş. 36-nı tapdıq. İndi 36 ilə x-i birinci taparıq, yoxsa 44 ilə 36-nı? Əlbəttə 36 ilə 44-dür. Çünki hər iki tərəfi məlumdur. Nə qədər məlumlar görürəmsə, ancaq onlarla getməliyəm. Ta ki, dirənib bitənə kimi. Buraya yazıram 44, buraya yazıram 36. 44 buraya yazıram 36. İndi A-nın yerinə 44 yazıram. Minus 36. Bərabər neçə eləyir? 8. 8-in kvadratı nəyə bərabərdir? Birinci sinifdə bilinəm 64-ə. Deməli, bu boyda həncamə nə üçün imiş? 64 üçün imiş. Buranı tapdım 64. İndi bundan sonra məlumların bitəndən sonra artıq məhsulda işləməyə başlaya bilərəm. Baxın, bura 64 yazaram. Burada bir x yazaram. Çünki zaten məndə bunların cavabı vardı 25. Hə. Deməli, nə olacaq tənlik? 64 minus x çöldən kvadratı bərabər eləyəcək 25. X-in qiyməti necə olar? Hər tərəfdən kök alaram. 64 minus x bərabər 5. X-in də qiyməti bərabər 59. Bura kimi hamıya aydın oldu gənclər. Problem yoxdur. Əla. Bura kimi hamıya aydın oldusa çox gözəl. Bu sualın əslində bir həlli də var. Necə bir həlli? Bax, 25 sadəcə 5-in kvadratı deyil. Mənfi 5-in də kvadratıdır. Elə deyilmi? Yəni, belə deyim də 25-dən kök normalda nə çıxır? Plus minus 5. Deməli, bu tənliyin bir dənə də kökü var. Bu, dövlət qulluğuna xas olan sual tipi baxın belədir. Konkret bir həll deyil, bunun ikinci həlli də ola bilər. Nəyə görə? Çünki kök altına çıxır, plus da çıxır, minus da çıxır. Sadəcə burada görsünüz cavabda elə 59 vardı, biz 59-u qurduq. Deməli, tənlikdə nə edirik? 64 minus x bərabər bir dənə də mənfi 5 yazırıq. X bərabər neçə eləyir? 69. 69 da cavabda yoxdur. Çox gözəl. Bəs indi sual yarana bilər ki, ay müəllim, bəs mən cavabda həm 59-u tapsam, həm 69-u tapsam, onda necə olacaq? Tutaq ki, bu olsun elə 69. Variantda hər ikisi var. Ondan necə? Bax, onda sual səhvdir. İmtahanda belə bir hal gördü. Eyb yoxdur, sən düz olan ikisindən birini yaz. Çünki din bunu sən zaten xeyrinə götürəcək. Nəyə görə? Çünki elmi isbatla sənin iki cavabın da düzgündür. 64 minus x-a 5 də deyə bilərsən, mənfi 5 də deyə bilərsən. Çünki sən burada bu tənlikdə mənfi 5 də alsan kvadratı 25 eləyir. Çünki çöldən kvadratıdır. Müsbət 5 də alsan kvadratı 25 eləyir. Bu qədər sadə. Hamıya aydın oldu gənclər. İncə məqamda, amma diqqətli olmanız gerəkən məqamlardan əsas budur. Əla. Davam edirik. Narahat olmayın, az qalıb. Keçirik bu sual tipinə. 21-ci suala. 21-ci sualda vəziyyət nə yerdədir? Bax, əslində bu çox rahatdır. Sadəcə deyirəm, nə edirsiniz? Burada funksiyalarını yazırsınız. Üçbucaq operatorunun funksiyasını və kvadrat operatorunun funksiyasını. Üçbucaq operatoru nə edib? Üzərinə 3 gəlib. Düzdür. Deməli, A plus 3-dür. Sən onda üçbucağın yerinə A plus 3 yaza bilərsən də zaten. Elə bir ixtiyarın vardır. Çünki zaten bərabər deyilmi? Deməli, bir-birini əvəz eləyə bilər. Onda mən bunu silirəm. Yerine nə yazıram? A plus 3. A plus 3-ə mən neynəsəm? A-ya gəlib çıxar. Əlbəttə 3 çıxsam. Deməli kvadratın funksiyası nəymiş? 3 çıxmaq, 3 bucaqda nəymiş? 3 toplamaq. İndi mən bunların funksiyalarını yerinə yetirirəm. 3 bucaqdır, topladım 3, elədi 10. Kvadratdır, 3 çıxmalıyam. Çıxdım, elədi 12. 10 o da 12, cavab eləyir 22. Bu qədər sadə. Yəqin ki, hamıya aydın oldu bu. Əgər bu kimi aydın olmayıbsa desin, çünki bundan sonra nisbətən daha qarışıq forması izah eləyəcəm bunun da. Aydın oldu hamıya?
Əla. İndi gəldi bunu qarışıq tipinə. Burada artıq funksiyalar biraz dəyişir. Bunları artıq özün tapmalısın. Kvadrat, üçbucaq və dairə. Bax, kvadrat operatoru nə edib? 6 ayırıb, düzdür? Vur 6. Deməli, mən buradakı kvadrat operatorunu silib, yerinə 6 ay yaza bilərəm. Mən 6 aya neynəsəm, 2 ay yaranar. Əlbəttə 3-ə bölsün. Elə deyilmi? Yalnız 3-ə bölərək ala bilərəm. Hə, deməli, bunun tapdığı funksiyası 3-ə böldü. Onda mən A üçbucağın yerinə nə yaza bilərəm? A bölü 3. Yaza bilərəm də. A bölünsün 3 yaza bilərəm də. Elə bir ixtiyarım var. Desək ki, ay müəllim, bəs burada üçbucaq 2 A zad alındı. Burada siz 6 A-nın yerinə yazmısınız. 6 aya üçbucaq deyəndə 2 A almısınız. Onda bir dənə A-ya üçbucaq operatorunu tətbiq eləyəndə 3 böl olur. Yəni funksiyası nədir? Böl 3-dür sadəcə. Hə, indi bunun yerinə yazdım A bölü 3. Əla. A bölü 3 oldu. A bölü 3-ə bir dənə də mən dairə operatoru tətbiq etsəm nə olar? A olar. Deməli, dairə operatoru nə edirmiş? Vur 3 eləyirmiş. Ha, bu qədər funksiyalarını tapdım. Kvadrat nə edir? Vur 6. Yəni 24. Üçbucağı nə edir? Böl 3. Üstə gəlsin 4. Bəs dairə operatoru nə edir? Vur 3. Çıxılsın 15. 28-dən də 15 çıxanda birinci sinifdə bilirəm ki, D variantı 13 eləyir. Hamıya aydın oldu gənclər? Əla. Deməli gənclər, gəlirik 26-cı suala. Əgər siz mənə bir neçə müddət əvvəl, yəni 1 il, 2 il əvvəl soruşsaydınız ki, müəllim, imtahanın bir dənə mənə konkret sualında, mən sizə tərs operatoru deyərdim. Amma tərs operator günü bu gün imtahana az düşür, həm magistr, həm də dövlət qulluğuna, amma dimin baza tip suallarındandır, şablon suallarındandır. Bəs həlli necədir? Həlli üçün çox diqqətlə yanaşmalısın. Əlinizdə nə iş varsa, atın, bir dənə buna diqqətlə yanaşın. Çünki həqiqətən də biraz riyazi bilik, biraz da məntiq tələb edir. Bax, mən elə birinci sinifdə keçdiyim kimi 3 və 4. Buraya yazıram 3, buraya yazıram 4. Əlavə eləmədim ki, 3 və 4. Deməli, A-ya 3 desəm, B-yə 4 desəm. 3 plus 4. Mən bilirəm ki, bütün B-lər mənim üçün 4-dür, bütün A-lar da 3-dür bu şərtlə. Onda bura 4 yazıram, buraya yazıram 3. Gəl misalı sadələşdirək. Yazar qırağda 3 smailik 4 nəyə bərabərdir məndə? 3 üstə 4 7, bu da 2 9. 9 minus 2 vurulsun 4 operator 3. Hə, əlavə bir şey eləməmişəm ki. Nə var onu yazmışam, düzdür? Deməli indi nə edirəm? Mən görürəm ki, bu da naməlumdur. Bu da bir operatordur, bu da naməlumdur. Gəl bunun da cavabını tapaq. Bunun cavabını tapmaq üçün nə edirik? Buraya yazırıq 4, buraya yazırıq 3. Bu dəfə A oldu 4, B oldu 3. Bu dəfə elə bir bunu tapıram. Bunu tapmağa çalışdım, bunu aldım. Ya bunu tapıram. Həll eləyirik. Buraya yazdım 4, buraya yazdım 3. 4 üstə 3, bura olduğunu təzədən 3, bura oldu 4. Bu dəfə mənim A-yım 4-dür, B-yim 3-dür. Burada da A-ya 4 deyirəm, B-yə 3 deyirəm. Deməli, oldu 4, smailik 3 nəyə bərabərdir məndə? 9 eləyir. 4 üstə 3 üstə 2 9 minus 2 vurulsun nə? 3 operator 4. Bura kimi hamıya aydınsa smailik atsın. Çünki bura başa düşməsiz problemdir. Əlavə heç nə eləməmişəm ki, nə var onu yazmışam, elə deyilmi? Hamıya aydındır bura kimi. Əla. Deməli, bura kimi hər şey əladır. İndi nə edirəm? Bax, bunun cavabı bilmirəm nədir. Mindir, milyondur, milyarddır, trilyondur bilmirəm. Amma bilirəm ki, nədir? Bir x ədədidir, elə deyilmi? Gəlsin elə mən buna bir dənə x deyim. Buna bir dənə x dedim.
Onda bu da həmin şeydir də. Bu da həmin şeyə bərabərdir. Onda buna da bir dənə x deyirəm. Hə, bura x oldu, burada x oldu. İndi gəlirəm bura. 4 operator 3-də mən bilmirəm. Bu da bir milyondur, milyarddır, amma onu bilirəm ki, fərqli qiymətdir. Onda buna nə deyirəm? Buna bir dənə y deyirəm. Bilmirəm də 100-dür, 1000-dir, milyondur bilmirəm, amma bir y elədir. Onda buna da y deyərəm. Gəlin misalı sadələşdirək. X bərabərdir 9 minus 2y. Biz y nəyə bərabərdir? 9 minus 2x. Bura kimi hamıya aydın oldu? Kimsə problem yoxdur. Və gənclər. Əla. Bura kimi heç kim problem yoxsa çox gözəl. Bəs bundan sonrası nə edirik? Deməli. Baxıram ki, x bərabər 9. Mənə nə lazımdır? Mən əvvəlcə nəyi axtarıram? Bu sualı niyə yazmışam mən? Mən bu operatorun qiyməti üçün yazmışam. Bu operatorda vaxtilə x demişəm. Onda mən x-i tapsam cavabı tapmış olaram. Niyə? Çünki bunun zaten bir qiyməti var. Mən buna x demişim. X necə taparam? Y-i azad eləyərək. Baxın, y-in qiyməti nəyə bərabərdir? 9 minus 2x. Ondakı mən buradakı y-in yerinə 9 minus 2y, 9 minus 2x yaza bilərəm də. Elə bir ixtiyarım var da. Çünki bərabərdirlər bir-birlərinə. Bərabərdirlərsə əvəz eləyə bilərəm. Onda nə yazıram? X bərabərdir. 9 minus 2 vurulsun nəyə? 9 minus 2x-a. Yazdım. Pis. Bundan sonra misalın qalanı yaxşı kimi gedir. Elə mən x-i tapmalıyam. Və yazıram. X bərabərdir nəyə? 9 minus 18 üstə gəlinsin 4x. X-ləri bu x-i keçirəm bu tərəfə. Bu eləyir mənfi 9. Mənfi 9-u keçirəm bu tərəfə. Nə olur? 3x bərabər 9, x bərabər 3. Elə mən x-in qiyməti lazımdır 3. Həlli bir tık uzundur, amma vərdiş eləyəndən sonra maksimum 1 dəqiqə yaza bilirsiniz. Və imtahanı şablon suallarındandır. Həlli isə rahatdır. Uzun amma rahatdır. Hamıya aydın oldu gənclər. Əla. Bir də gənclər, sual tipləri var. Sizin kitabda 35-ə kimidir. Elə 30-a kimi işləyərsiniz, bitirərsiniz. Qalan 5 dənəsinə ehtiyac yoxdur. Hə, 30-a kimi çətin səviyyəni 30-a qədər işləyin. Əgər kimdə 35-dirsə sual sayı. Hə. Bu qədər gənclər. Əlavə sualı olan var, buyursun. Müəllim, bir də kitab deyirsiniz, amma bunları test olaraq atarsınız da qrupa zəhmət olmasın. Kitabı almamısınız ki? Xeyr. Bəs 6-cı günə kimi vaxt vardı, kitabı alın. Kitab pulludur, alanmadıq. Almadım daha doğrusu. Danışarıq o Belə söhbət. atsanız lap yaxşı olar. Danışarıq o söhbət. Yaxşı. Oldu gənclər. Sağ olun, salamat qalın. Tamam. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun.